5 dekabr Beynəlxalq Könüllülər Günüdür. Azərbaycanda könüllülük hərəkatının böyük bir tarixi var. 5 dekabrda Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları, o cümlədən diaspora könüllüləri birgə yığışaraq il ərzində müxtəlif layihələri müzakirə edirlər, il ərzində nailiyyətləri müzakirə edirlər və bizim Azərbaycanda fəaliyyət göstərən könüllülər təbii ki, bu işi həyata keçirəndə ilk növbədə Azərbaycan haqqında düşünürlər. Mən hər bir Azərbaycan könüllüsünü bu bayramla təbrik eləmək istəyirəm. Bu Beynəlxalq Könüllülər Günündə onlara təşəkkürümü bildirmək istəyirəm. Onlar vaxtından, öz vaxtlarından sərf eləyərək böyük bir işlərlə məşğuldurlar. Bu işlərin içində həm yardımlar var, həm tənha insanlara dəstək var. Eyni zamanda Qarabağda bizim böyük bir könüllü qrupumuzda fəaliyyət göstərir. Bütün bunlara görə olan hər birinə dərin təşəkkür düşür və biz Diaspora İş üzrə Dövlət Komitəsi olaraq hər zaman könüllüləri dəstəkləməyə hazırıq və bundan sonra da könüllülərin müxtəlif tədbirlərində iştirakına dəstək olacağıq. Bir daha Beynəlxalq Könüllülər Günü münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirəm. Azərbaycanlı Könüllü Təşkilatın İttifaqı da bu işlərin həyata keçirilməsində könüllü təşkilatlarına böyük bir dəstək göstərir. Bu təşkilata da öz fəaliyyətlərində uğurlar arzu edirəm.